Başlayaq. Birinci neymək lazımdır? Kənan deməmiş, üzümüzə vurmamış ekranı bölüşək. Bölüşdüm. Ekran görsənər Kənan? Görsənər ekran? Bəli. Başlayıram. Bizdə mövzu nə olasıdır? Çox vacib mövzudur və vacib mövzunun ilk dərsidir. OP-dən sonra ikinci dərsi daha doğrusu. Inheritance mövzusudur. Kənandan başqa Zeynal'la Rəyan xanım məlumatı var. Çünki Kənan hələ orada çatmamış. Sadəcə olaraq Zeynal əvvəl məşğul olub, Rəyan xanımla da bir yerdə məşğul olmuş. Okay. Gələcək Turalın da məlumatı var. Burası Tural gələcək, yəni elə belə gəlir Tural zaten. Mən başlayıram. Okay. Tak. Baxın, burada sadə bir dənə şəkil var. Inheritance-a aid çox sadə bir nümunədir. Yəni burada baxın bir neçə dənə romb var, düzdür? Fiqurlar var. Məsələn, baxın bir fiqur bundan hamısından miras alır. Amma hamısı da bir yerdə bir şeydən miras alır. İndi o kod şəklində göstərəcəm. Okay. Yəni burada bir dənə anlaşılan olan nə olsun? Hər bir romb bu dəqiqə bir-birinə necəsə bağlıdır. Bu birbaşa buna bağlı deyil. Amma çerez buna bağlanır. Okay. Okay, so. İndi davam edirəm mən. Aşağı düşürəm. Ümumiyyətlə inheritance nə deməkdir? Bugünkü mövzumuz nədir? Onu deyim. Bugünkü mövzumuz inheritance-dır. Override-dır. Super keyword, bir də final keyword olacaq. 4 dənə mövzudur. Tamam. Okay. İndi düşürəm aşağı. Inheritance nə deməkdir? Birinci onu izah edəcəm təməldə. Baxın, inheritance nə deməkdir? Miras almaq. Miras almaq nədir? Bax, çox sadə bir dənə lore misalını başlayım, sonra texnik tərəfə keçəcəm. Məsələn, mənim valideynim var, düzdür? Valideynimin nəyi var? Atıram da, maşını var, nəyisə var da, düzdür? Valideyn maşını onundur, hə. Amma həmçinin mən sürə bilirəm. Amma mən deyək gələcəkdə özümə mən şəxsi bir telefon aldım, amma o mənim aiddir. Yəni mən valideynin həm maşını sürə bilirəm, amma mənim telefonum valideynim işləməz, ancaq özümə aiddir. Demək, valideynin cəmi bir dənə əldə şansı var, o nədir? Onun maşını. Mənim amma həm maşın, həm də telefon şansım var. Anlaşıldı? Narahat edəsən. Narahat. Dəyişin də. Dəyişə bilərsən. Hə. Okay. Əslində gedib ciddən təkərli stol var orada, rahat. Hə, götürə bilərsən. Heç var. Yox, əgər varsa baxaq. O üstündə Tural oturar. Davam edirəm. Hə, baxın mən dedim ha, bir dənə fikrimi soparıyaq. Çox sürə adam verimliliyi fokusu cəmi yarım saat var. Onu dəyərləndirək, sonra fasiləyə çıxarıq. Bax bir mən varam, mənim telefonum var. Bir də mənim atam var, onun maşını var. Maşını atam özü sürür zaten. Amma mən də sürə bilirəm çünki evladıyam. Amma mənim üçün şəxsi telefonum var. Hansı ki mənə aiddir, amma atam onu işlətmir. Düzdür? Inheritance elə olacaq. Misal nədir? İndi onun kodundan göstərərəm. Misal nədir? Bax bir insan var. Düzdür? Hər insan nəyi var? Ağzı, burnu, gözü, xasiyyəti hər insana məxsusdur. Deməli mən bir dənə person klassı yaradıram. Və şəkilə baxın. Ən yuxarıda bir dənə person klassı yaradıram. Bax burada. Düzdür? İnsandır. Amma altda bax bu da doktordur. Personda həm ağız, həm burun, həm göz var. Amma burada doktordur, bir də ki müəllim var. Teacher. Amma doktorun, həkimlə müəllimin də həm ağzı, burnu, gözü var, hər şey var. Həmçinin də özünə məxsus xüsusiyyətləri var. Məsələn, informatika müəllimi, düzdür? Bunun da var məsələn ginekoloqdan və nevroloq, cürbəcür şeyləri var. Düzdürmü? Və bu mənası, inheritance mənası odur. Inheritance bizə verdiyi ən böyük qazanc nədir? Siz hər bir məsələn atıram doktor yaratdın, bir də ki teacher yaratdın. Doktorun içində onun gözünü, ağzını, burnunu yazırsan, bir də onun ixtisasını yazırsan. Təzədən gəldin həkimə, həkimin də gözü, ağzı, burnu, bir də ixtisasını yazırsan. Gördün sən göz, ağzı, burnu ortaqdır, amma hamısını təkrarlamış olursan. Ona görə biz ortaqları çıxartdıq, ən yuxarı atdıq ki, neyniyək? Kodumuzun boilerplate koddan qurtulaq, yəni qarışıq koddan qurtulaq. Okay.
Bu hissəsi belədir. İndi bir dənə example-ımız bizim var. İndi example mən sizə göstərəcəm. Gəlin bir dənə sizlə bir də kod example-na keçək. Dediyimi bura qədər tutmusunuz. Düzdür? Okay. Bir dənə real case-ə baxacaq. Silirəm. Buradan birbaşa yeni package yaradacağam. Case adında olsun. Real adında package olsun. Məsələn, nəyim var mənim? Bir dənə animal klassım var. Okay. Bu animal adında klass yaratdım. Bir dənə də konkret bir heyvan növü verək. Atıram. Cat olsun. Okay. Bir dənə də konkret heyvan adı növbəti. Bu da olsun dog. 3 dənə klassım var. Tak. 3 dənə klassım var. Bu animal bu adi klass sıralamasına qədər düz qoyacağam ki, sizə rahat olsun. Bax belə. Bu məndə uca əlverçli, özünü belə işləyir. Gördünüz 3 dənə klassım var. Pişik, it və heyvan. İndi hal-hazırda bütün heyvanların ortaq cəhəti nədir? Burada example-da məsələn adı var. Bütün heyvanların adı varmı? Hamısı gedir. Bütün heyvanların adı var. Düzdür? Demək mən bura nə yazıram? Public string name. Okay, hamısının adı var. Mən bunu bura yazmasaydım, nə etməliydim? Gələcəkdim bura. Hər birinin içinə yazasaydım ki, hər birinin içinə public string name. Yazam bunu kopyala. Gəl bura, bir dənə də bura yaz. Bunu kopyala, bir dənə də bura yaz. Və eyni kod təkrarlandı mı? Təkrarlandı. Verimlilik öldü mü? Öldü. Mən nə edirəm? Düzdürmü? Mən buradan bunu sildim. Buradan da bunu sildim. Bir dənə animal-da saxlayıram. Mənə bir dənə burada lazımdır. Tak. Всё. İndi qayıdıram bura. Bu animal nə idi? Adıdır. Bir də onun hərəkətə aid bir şey var. Animal hər bir heyvanın hansı xüsusiyyəti var? Bir heyvan yəqin yoxdur, yemək yeməsin. Hər bir heyvan yemək yeyir. Public void eat. Eat yazdım. Düzdürmü? Və bura yazıram ki, system out. Məsələn, heyvana bir ad verəcək də. Name is eating. Hansısa bir heyvan, məsələn, bura gəzir tülkü, canavar. Is eating, yemək yeyir, qidalanır. Düzdür? Kodum aktiv, maksimum optimal saxladım. Bir dənə ada yer qoydum ki, bura hər bir heyvan gələ bilər. Bura name yazmağımdan tutmalısınız ki, bura artıq həm dog gələcək, həm cat gələcək. Bu name-in yerini dolduracaq. Razıyıqmı? Ortaq metod oldu. Bu hamısının ortaq metod, bu da hamısının ortaq ismi bir dəyər, variable. Bir dənə metod yaradaq. Hər bir heyvan bir də yatmaq xüsusiyyəti var. Sleep. Is sleeping. Okay. Всё. Yaratdıq. Bir də bizim əsas detallı nələrimiz var? It klassı məsələn yaradacağıq. Gəlin onu yaradaq. Gətirək ki, bağlayaq. Bəs itin özünə məxsus nəyi var? Hər bir heyvanın hürmə xüsusiyyəti var, bark xüsusiyyəti yoxdur. Məsələn, pişik hürmür, miyavlayır. Amma itin nə xüsusiyyəti var? Hürmə xüsusiyyəti var. Deməli ki, bura nə yazıram? Public void bark. Okay, düzdürmü? Burada yazacağım nə? Dog is barking. Dog is barking yazdım. Tamam. Всё. Mənim animalım it var, sleep var və name var. Bu üçünə də ortaq bir xüsusiyyətdir. Amma dogun içindəki bark isə ancaq doga məxsusdur. Razıyıqmı? Razıyıq. Qarışdırmasın deyə qəti aradan qaldırıram ki, sanki belə bir şey yaşamayıb hələ ki. Birazdan yaşanacaq. Bir dənə nə yaradıram? Joystick klass yaradıram. Yəni ki, idarə edən klassda, okay, əsas klass. Main klass. Yaradıram bir dənə burada main. Hansı ki, onu mən içində kodları run etmək üçün yaradıram. Main. Bir dənə də içinə atıram PSV. Всё. Runnable klass oldu artıq. Atıram bunu da belə. Main çağıracaq dogu, dogu da çağıracaq nəyi? Animal-ı. İndi bir dənə sual. Deyirəm dogla animal əlaqəlidir də klasslar. Əlaqəni necə yaradırdıq? Animal düzdür, içindəki dəyərlərim var. Dog da içində bark var. Amma həmçinin dogun bu xüsusiyyətləri də var axı. It yemək xüsusiyyəti var, yatmaq adı var. Düzdürmü? Deməli əlaqə yaratmaq üçün bu lazımdır bizə. Extends, dogun içində yazıram. Extends nədən? Animal-dan. Animal. Всё. Bunun mənası odur ki, dog həm bu xüsusiyyətlərə malikdir. Extends-in mənası o demək ki, genişləyir. Həm də genişləyir, nə edir? İçinə animal da alır. Animalın hər bir şeyini öz içinə alır. Tutdunuz? Yəni mənim itimin həm hürmə qabiliyyəti var,
Həm mənim itimin də adı var, yemək qabiliyyəti var, yatmaq qabiliyyəti var. Okeymi? Okey. İndi mən yenə gəldim. İndi gəlin onu bir-birimizə sübut edək ki, həqiqətən bu bunu bacarır. Nə yaradıram? Obyekt yaradıram. Nəyin obyektini yaradıram? Bir dənə dog obyekti yaradıram. Dog. Bərabər new dog. Yaratdım mı? Yaratdım. Düşürəm. Heyvanın nəyi var? Adı var. Baxın, mən bir dənə sual verim sizə. Bunu yığışdırdım. Daha yığışdırdım, düzdürmü? Bunun içində nə var? Bir dənə bark var, düzdür? Əla. Mən gəlib bir dəqiqə dog nöqtə yazsam, nəyi görəcəm? Barkı. Normal olaraq. Başqa bir şey bunun üçün görürəmmi? Yox. Çünki mən bunun obyektini yaratmışam, düzdürmü? Bura qədər tam oturdu. Çünki dogun obyektini yaratmışamsa, təbii ki, nəyi görəcəm? Dogun içini. Onun içində bir dənə bark varsa, mən nəyi görəcəm? Bir dənə bark görəcəm. Все. İndi mən istəyirəm ki, doqa həmçinin adı da var, bu da var. Sadəcə mən başqa klass atdım. Deməli, onu əlaqə yaratmaq üçün bura yazıram nə? Dog həmçinin genişləyir, öz içinə alır nəyi? Animal da öz içinə alır. Extends animal. Bitdi. Və burada vurğulayıram. Yeni bir şey bu oldu. Extend sözü. İndi mən gəlib burada təzədən yazsam dog nöqtə, bark gəldi, name gəldi, sleep gəldi, eat gəldi. Bütün bunun içindəkilər də başladım nə etməyə? Görməyə. Düzdürmü? Gördünüz? İndi bax buraya yazıram. Name. Bərabərdir verirəm. Budi adı var. İtimin adı Budidir. Düzdür? Okey. Düşürəm bir dənə də dog nöqtə. Nəyi çağırım? Sleep'i çağırım. Çağırdım. Bir dənə də dog nöqtə eat'i çağırım. Və bu çağırdıqlarım nədir? Metodlardır da. Yəni dog nöqtə verdim, içindəki metodu çağırdım. Qəliz bir şey var burada? Yox. Varmı? Əla. Bir dənə dog nöqtə bark var. Üçünü də çağırdım. Düzdürmü? İndi bark zaten bunun içindədir. Onsuz görməliyəm onu. Düzdürmü? İndi sizə bir dənə sual. Mən buradan extends animal silsəm nə baş verər? Bax. Sleep ilə eat bark üçünü də görürəm, düzdür? Bak, yanında da bir tane diğerler söyleyeceğim. Qəşəng. Çünki görmürəm onu. Əla. Gəliz deyil ki, bura qədər. Əla. Bunu sildim. İndi hər ikisinin içini görürəm. İndi mən kodoran eləyəndə, yəni detallı baxaq, mən neyimə nə verdim? Budi. Mən neyimə Budi verdim. Məsələn, dog nöqtə name. Bərabərdir Budini verdim. Budi nə baş verdi? Gəldi bura. Belə bir şey oldu. Okey, oturdu bura. Sadəcə niyə manual yazmadım? Çünki səhərci gün dogun adı Budi olar, nə bilim, Doberman olar, Pitbull olar, hər bir it ola bilər. Və gəldim nə etdim? İkinci. Dog.bark'ı çağırdım. Bark nə edir? Dərhal bunu işə salır. Dog is barking verir. Ondan sonra nəyi çağırdım? Dog.sleep. Sleep nə edir? Mənim göndərdiyim həm Budi adını yapışdırır bura. Budi is sleeping. Eynən də eat-də. Budini yapışdırır bura. Düzdür? Name-i yapışdırmışam axı Budini. Name də bura yazdığım üçün Budi is eating olur. Qaranlıq qalan bir şey var. İndi mən run desəm ekrana nə çıxacaq? Adı ya da o kimi sistem alttaki yazacaq. O sizə birbaşa ilə yazacaq ki, dog body sleeping, yoxsa body eating verir. Run deyib baxaq. Hə. Name verir baxaq istəyirəm. Bir dənə parkda name olar. Yes. Özünün məxsus bir sistem altta istədiyim söz yazmışdır. Aynen. Gəl detallarına baxaq. Bax. Neynədim mən? Bir gedək bir yerdə. Birinci neynədim? Obyekt yaratdım. Düzdürmü? Sonra neynədim? Adına Budini verdim. Budiyə verəndən sonra adı avtomatik nə oldu? Bu ad baxın üstə bastıram hara gəlir? Bu adı gəlir. Animal içindəki neyimə Budi verdim. Həm bu neyim artıq harda istifadə olunur? Bir burada, bir də burada. Avtomatik olaraq deməli mən burada hər ikisində Budini yazmalıydım. Sleep budur. Eat-dəki budur. Okay. So. Bir dənə dog is barking-dəki buradan gəldi. Dog is barking. Okay. Bir dənə göstərirəm. So. Dog is barking də oradan gəldi. İndi mən gəlirəm bura, bitdi. Ona görə run eləyəndə baş verdi burada, bu oldu. İndi mən bura Pitbull yazsam da baş verər. Doberman daha gözəl görsənir. Doberman yazsam da baş verər. Badilər dəyişəcək, oldu. İndi Rəna xanımdan Zekanına bir dənə sual.
Mən burada hansı itim var hal-hazırda? Nəsə? Burada hal-hazırda bir dənə it növüm var, Doberman. Aha. Mən indi istəyirəm ip Doberman qalsın, silməyim. Bir dənə də əlavə pitbull yazım. Necə eləyim? Dog.ne? Qəşəng. Amma dəqiq fikirləşin. Dog.name, okey. Bərabərdir. Nə dediniz? Dog name. Məsələn, German Shepherd, Alman ovçarkası. German Shepherd olsun. Okey. İndi bitdi mi bundan? Ola bilməz. Niyə ola bilməz? Bir onun qabağa şey atacaq, çağıracaq. Fabrik aşağısına. Yox, düz deyirsiniz. Amma bir dənə nüansı diqqətinizə çatdırım da. Bunu yaratdım mən. Yaratmamışdan əvvəl bu nədir? Bir obyektdir. Hər bir yaranmış new bir dənə obyektə məxsusdur. Bir dənə itdir bu. İndi ikinci it yaradıramsa nə etməliyəm? Dog 2-ni yaratmalıyam da, düzdürmü? Bu ikinci it tamamilə başqadır. Dog 2. Düzdürmü? Bu ikinci itdir. Razıyıq? So, indi dog 2-yə ad verirəm. İndi deyirəm ki, anar dog 2-nin adı German Shepherd olsun. So, razısınızmı? So. İndi eyni bu yazdığım məntiqləri dog 2 üçün yazıram. Dog 2 ucu nə edir? Yürür. Ucu nə edir? Dog 2 yatır. Nə? Cürbəcür. Okey. Dog 2 nöqtə, bir də dog 2 nə edir? Yemək yeyir. Razıyıq? So. İndi run eləsəm 2 nöqtə. Hə. Dog is barking, Doberman is sleeping, Doberman is eating. Sonra da eynən German Shepherd is sleeping, German Shepherd is eating. İndi gəlin bir dənə bu səliqəyə salım, arasına bir dənə nəsə bir şey atım. Okey, run edirəm. Oldu səliqəli. Birinci nədir? Dog is barking, Doberman, Doberman. Eynən dog is barking, German Shepherd, German Shepherd. Aydın oldu? Kimdə sual var? Yoxdur. Yaxşı. Yoxdursa mən sual. Əmir. Şeydə məsəl üçün ikinci papaya gedə bilərik falan. Aha. Accent vermədən məsəl üçün çağırmaq olur. Yox. Accent vermirəm. Məsəl üçün hər hansı bir şeyi çağırıb belə. Yox. Baxır, bunun içini çağıra bilərsən. Bunun içini. Amma bunun çölünü bura baxa bilməzsən. Bax gedirəm accent siləndən sonra. Yəni məsəl üçün hər hansı bir şeyi çağırıb elə eləmək. Kısaca deyilsin, kısaca. Aha. Siz o name fieldi var ha. Name fieldi extend eləmədən dog görmür. Əsas məqsəd İkisi də görürlər də. Dog da görürlər. extend edildiyə görür. Yəni ki, bir qovma qəlaqəti yaradırsan da onunla arasında. Dogla animal arasında bir dənə şey yaradır. Qovma qəlaqəti yaradırsan ki, bu adı mən də istifadə edə bilməyəm, soyadı mən də istifadə edə bilim ona görə. Yəni də Mən də görüm və metodun içində bəyəfkinə metod zəhmət olsa, animal metodu var içində. Və bu metodlar içində name var ha. Metodlar içində öz eləşdir. Metod qarşılıqlı hamısı keçmiş dolar. Yəni o da rotatsiya işlədir. Yoxsa name hərəsində fərqli şey qoya bilərik. Məsələn, tərəfsel başqa yer olmadan. Məsəl üçün mən şey kimi deyirdim, bax. Dogda məsəl üçün şeyi çağırır, animalı çağırır. Çağırmaq deyil o, ondan miras götürməkdir. Çağırmasın nəyəsə. bax çox üzr istəyirəm. Bax bir də belə fikirləş də. Mənim babam var. Bir də mənim atam var. Çox imkanlıdır. Düzdür. O mirasın səncə kiməsə qoyarmı yoxsa mənə mi qoyar? Mənə qoyar. Anladın bilmə şeydir. Prosta mən əlavə olaraq soruşuram. Yox sən demək istədin mən anladım. Sən demək istədin odur ki, yəni bunu yazmadan başqa variantı varmı ki, mən yenə də onu yeni çağırım? Onu deməsən. Başqa var deyim. Var başqa variant. Yox, Kamil sən soruş. Yəni ən qustar, məsələn implementdən qustar variant soruş. Yəni başqa əl çatan yol varmı? Var. İlla ki tapa bilərik. Gələrəm bunun içində atıram da. Bir dənə yəni uzadaram da işimi də. Yəni animal yaradaram. Yəni iş uzanacaq, amma yəni başqa yol da var da, yəni çağırmaq. Var ha. İşdən çıxaracaqlar ki, bu nədir? Yəni bu uzun kod yazmışsın. Hə, yəni budur da elə bir şey. Yəni bu sənə extend verir ki, belə elə rahat olsun sənə. Bundan da başqa iş gör də. Belə eləyəndə belə eləyəndə olmur. İnşallah ekran kamera açıq deyil də. YouTube yükləyəcək. Okay. Kənan, başa düş ki, bizi belə işlərə salma. Extend animal. Extend animal. Başa düşüldü tam? Əla. Bu yəni hal-hazırda. Yaxşı, başa düşüldüsə,
Pişik yox, mən indi bir dənə it yox, bir dənə də pişik yaradıram. Mən nə etməliyəm? Siz mənə deyin eləyim. Amma həri cəm bütünlə desin, hamısını deməsin. İlk başta tek klasını verir. Düz deyir Ana xanım. Sonra nə etməliyik bəs? Sırayla gedək. Yaratdım kəti. Sonra extend edirik. Düşün. Şeyden, ondan artık. Hardan ikisini deyirik? Ketin qabağından da şey hem olsun. Sonra? Yaşalı. Pişiyə məxsus nə var? Bir şey olmasın. Əla. Şey, Düzdür da, yəni niyə bizi yoldan çıxardın? Düpə düz deyir də, miyav. Siz vereceğiniz. Bundan başqa səs çıxardır bir şey. Miyav. Kömək edin də. System out. Miyav. Okey. Yaxşı, şimdi bunu gəlin bura icra edək də. Okey, orası sadə idi. Ha, icra edək. Nə yaradım bura, nə yazım? şey, cat, new cat. İndirən axam. Aşağı düşürük. Cat nokta. Bir şey ad verək. Verək. Şey, Mortus. Pişiyin də adı var, düzdür. Ad verək. Nə ad verək? Pişik adlarından məlumatsızam. Mortus. Nə verək buna? Yaxşı da indi YouTube-da da yazacaqlar Mortuz yaxşı. Mortuz deyir yəni ciddən. Mortuz nədir ya? Kit. Kerem böyle yaşında bir şey atmış yani. Kiti verdik, okey, kiti. Düşdüm aşağı. Yəni buna da ad vermişdim. Pişiyin adı olmalıdır. Pişiyin ona nəyə eksikdir ki? Bir də pişiyin sadəcə olaraq nəyə var bir də? Cat nöqtə. Ucu burada nə var? Meow var. Bunun barkı var idi. Pişiyində meow var. Pişik yata bilirmi? Yatır. Pişik yeyə bilirmi? Yeyir. Sadəcə fərqli xüsusiyyətləri biri bark, biri meow idi. Amma sleep ilə it hər ikisində eynidir. Ona görə yenə eyni şeyləri yazıram. Pişik də yatır. Pişik də yemək yeyir. Bir dənə də bunun arasından sistem out. Onu elə kopyalasam daha yaxşı olardı. Belə. Düzdürmü? Gəlirəm run edirəm. 2 dənə etim, bir dənə bir şeyim var. Baxaq. Həqiqətən Dobermanlarım buradadır. German Shepherdlərim buradadır. Burada nə var? Meow Kitty is sleeping, Kitty is eating. Gördünüz dəyişdi. Doberman yatır, Doberman yemək yeyir. German yatır, German yeyir. Kitty yatır, Kitty yeyir. Bitdi. Yəni bir dənə bu klası görün, bu da işlətdi, bu da işlətdi. Gördünüz? Eyni məntiqi hər ikisi istifadə nəynədir? Etdi. Bu da istifadə etdi. Burada olanlar ümumi məntiqlər idi, hamısına aid olan. Amma pişiyin içində pişiyə məxsusu yazdım, itin içində itə məxsusu yazdım. Bir de mini bize. Okay. Demək. O şurada çıktı. Aha, üçü çıxdı bir. Birincisi şey ses çıktı. Doberman, German, Yol şeyler. Kitty. Ha şey olarak ha, görmedim. Yes. Yes çıxdı. Okay. Burada suallar var. Əlas. Cidden əlasız. Aha. İndi gəlirəm nəyə? Override-a. Bu biraz daha maraqlı olacaq. Approachment-ı, okay. Burada nə edək? Baxın, animal var. Bir sesi şeyleri Olar. İndi gəl, olar. Gəl nə edək? Make sound verirəm bu dəfə. Okay. Elə bayaq kimi. Bax, bütün heyvanlar səs eləyə bilir. Make sound. Public void make sound. Düzdürmü? Bütün heyvanlar səs edir. Tamam, razıyıq. Bütün heyvanlar səs edir deyə mən bunun içində birbaşa yazamaram itin səsi. Bunun üçün nə yazaram? Ümumi heyvanların səsi. Düzdürmü? Səs vermək deyirlər. Ümumi heyvanların səsidir. Amma burada pişiyin səsi olmalıdır. Burada itin səsi, burada da joystickimdir mənim. Bunları kommentə alıram ki, mani olmasın. Çıxıram yuxarı. Tak. Yazdım bura make sound, yazdım. İndi sizə izah etdiyim növbəti məntiq isə override məntiqidir. Override nə deməkdir? Write yazmaqdır. Override yəni məsələn X bir adam söz deyir, elmətdir. Mən onun sözünü söz deyirəm. Deyirəm sən dediyin deyil, belədir. Mənim sözüm yazılır amma o ignore olunur. Dışlanır. Bu o məna verir. Okay? Mən yazıram bura məsələn nə? Make sound. Düzdür? Düzdür. İndi gəlirəm kətin içinə. Extend eləmişəm oradan, eləmişəm. İndi yazıram bura. Eyni burada nə görürsünüzsə, baxın. Bu nə görürsünüz burada? Eynisini götürürəm. Atıram bura. Bir dənə içi fərqli olur. Burada nə idi? Ümumi heyvanların səsi.
Amma buraya yazacağım nəyi? Bir pişiyin səsi. Gülməli olsa da bir pişiyin. Tura. Burada bütün qrup tanış da hazırda. Hara deyəndə ki. Bir maşında getmiş. Hər kitab kilometr. Okey, davam edelim. Tura bizi böldürsən Tura hazırda. Bizi böldün. Pişiyin səsi. Davam edirəm. Okey, nəysə. Birazdan qəşəng çəkəcək. Burada nə var? Make sound, ümumi heyvanların səsi. Bir də eynisini kopyaladım, neynədim? Gəldim bura. Eynisini kopyalayıb bura atdım. Bir dənə body hissəsi boşdur da. Body'də nə var burada? Ümumi, amma mən yazıram. Pişiyin səsi. Düzdürmü? Burada nə yazmalıyam, okey? Bunu da siz deyin. Heyvan içində nə yazmalıyam? Mən də yeni atmışam. Okey. Kəmdən link ata bilərsən Tura, mən buradan çıxayım. Nə? Linki Tura at da, Zoom linkini. Ben sana Okey, o da var. Tak. Dilində doqa nə yazım? Kətə, okey, Kənan, kətə make sound verdim. Doqa da bir heyvan növüdür, yəni eyni şey demək olacaq, düzdür orada da? Bəli. Make sound. Public void. Ha, əllə yazaq, düzdürsən. Public void make sound. Tamam. Bunun da içində nə olacaq? İtin səsi. Bitdi. İşin səsi, itin səsi, vəsə. İndi əsas məsələ harda gəlir? Əsas məsələ gəlir burada. Əsas məsələ burada gəlir. İndi vəsə. Odaqlanaq bura. Baxın, mən nə edirəm birinci? Make sound var, ümumi heyvanların səsi. Onu ekrana verməyə çalışıram. Necə deyəcəm onu dəqiqə? Deyin yazım. Bunu verməyə çalışıram da ekrana bunu. Direkt bunu. Nə edeyim burada mən hazırda? Hem o AWP yaradım, o metnini. Okay. New animal. Yarattım. Sonra Hani bana referans götürüp onu şey Kenan düz edirik. Sən də nə Kenan, necə yazım? Animal içində metod var Kenan. Make sound. Onu çağırmağa çalışırıq. Nə edirəm burada? Animal nöqtə make sound. Ekrana nə çıxacaq? Animal klasında yazılan söz. Çünki birbaşa deyirəm ki, animal bərabər new animal. Şeyləri çağırmamışlar, diğer klasları çağırmadım. Yes. İndi qayıdaq Rəna xanım. Bir dənə sizlə də gedək. Baxın, bura animal yazmışam. Okay. Make sound'um var. Düzdürmü? Kətin də içində eynisisi var, dog'da da var. Düzdürmü? Hə. Gəldim bura. İndi mən istəyirəm ki, birinci animalın birbaşa içindəki bu metodu çağırım. Nə etməliyəm? Animalın obyektini yaratmalıyam, düzdürmü? Düzdür burada. Animal. Düzdürmü? İndi animal nöqtə make sound verəndə nəyi çağırıram? Animalın içindəki make soundu çağırıram. Razıyıq? Animaldır, make sound. Mən də getdim, neynədim? Onun içindəki make soundu çağırdım. Run eləsəm, ekrana çıxacaq ümumi heyvanların səsi. Səs vermədə onlar verirlər səs. Ümumi heyvanların səsi. Okeymi? Okey. Bəs indi bir dənə sual verəcəm, amma Zeynal bir dənə deyə yoldaşa cavab versin, zəhmət olmasa. Çünki bir balaca maraqlıdır mənə. Yazıram bura animal. Okey. Bu animal. Yox, animal olsun burada. Nə olsun? Bir şey yaradaq. Cat. Bərabərdir. New animal geçmişdik bayaqda. İndi mən yazıram bərabərdir new cat. Yazıram bura cat nöqtə make sound. İndi nə baş verəcək? Nə etdim mən? Bayaqdan direkt animal yazdım. Animal çağırdım make soundunu. İndi də cat yazdım. Bir şeyin sesini istəyirsən. Hə. Amma burada fərqi nədir? Burada da düzdürmü? Animal'a cat vermişəm. Bir dənə sual var ki, mən animal'a cat vermişəm. Amma biz normalda necə bilirdik? Biz string'i int mənimsələmərik də. Deyər ki, yəni sən nə etməyə çalışırsan? String'ə int verirsən. Amma mən götürüb birbaşa animal'a cat verirəm. Halbuki dəxilsiz klasslardır. Onları bu dəqiqə xəta verməməsinin səbəbi odur ki, əla. Qohumdular da, yəni tanışlıq şotuna okey verdik, girdilər. Çünki mən extens animal silsəm, gəlsəm bura nə baş verəcək? O partladı.
Yəni deyirsən nə etməyə çalışırsan? Deyir, kətlə deyir, animal müqayisə edirsən. Halbuki mənasızdır. Ona görə qayıdıram bura, kətin təzədən qohumluğunu qaytarıram. Xoşbəxt. Bu da işləyir. Okay. İndi run eləsəm nə olacaq? Burada da təbii ki, baxmayaraq, yaxşı, deyirsiniz ki, kətin içindəki run olacaq. Okay, pişiyin səsi. Bəs mən bunun içinə basanda animal gedirəm, düzdürmü? Normal olaraq. Axı mən burada da basanda animala gedirəm. Yenə də yeri gəlib çıxıram da. Yəni göstərir ki, sən buradan götürmüsən. Okay, onu göstərən nədir? Bizə əmin edən nədir ki, həqiqətən ged anar imini bunun içindəkini yaz. Kət. Əsas referansı kətdir. Yes. Əsas referans hissəsi o yazılan Hı-hı. sonra. Yes. Yazılan söz. Yes. Bir də bizdə bu mövzumuzun əsas məntiqi nə idi? Override. Override-in əsas analogiyası necə işləyir? Mən bura make sound yazmışam, düzdür? Make sound deməli override olunub, bu override elədi də bunu, düzdürmü? Əzdi də. Hal-hazırda mən animal cat bərabərdir new cat yazanda, cat'in içindəki make sound getdi nə elədi? Bunun içindəki make sound-u əzdi və öz sözünü dedi. Öz sözünü dedi ki, pişiyin səsi. Düzdürmü? Həmin o əzməyi nə deyirlər? Override. Bu mənası nədir? Sual verə bilərsiniz. Zaten bunsuz da bu arada işləyir. Belə də işləyir zaten. Niyə belə yazırıq? Bildirmək üçün də burada orada olunubda, yəni ki, digər klasslarda da işləyir. Yes, bəs yazılışda necə bilinər? Məsələn, mən yazılışda bir dəqiqə gəlsəm bura, make sound deyir Kənan. Make sound düzdür burada. Kətdə də make sounddur. Animal içindəki make sound-u eləsəm atıram. Mən bunu nəyə görə yazdım? Override məntiqi nə deməkdir? Sırf onu götürüb əzdirsən, özünkini yazırsan. Reaksiya. Mən necə bildirə bilərəm ki, override mənə burada kömək nə oldu? Kim bir fikir bildirə bilər? Əmin olum ki, override mənə kömək elədi. Mən buraya yazsaydım make 2, sound 2, gələcəm bura. Bütün heyvanların səsini getirmədən danışır, özdə bir şey götürdü. Override məntiq analogiyası ilə işləyir ki, yəni sən bir şey override yazmısansa, səni bu şey var, type missing, yəni yazılış səhvi. Sənin yazılış səhvindən qurtarır ki, sən deyir make sound override demək çalışsan, sən xəbərin olsun ki, burada bir şey yoxdur. Burada make sound 2 var. Nəyə override demək çalışsan? Yəni amma bu olmasaydı, xəta verməsəydim, heç override deyə bir şey olmasaydı, run edib runtime-də xəta alacaqdı. Sanki ki, boş vaxt tiksidir. İndi gəl onu axtar ki, niyə aldım? Rahatlaşdırılmış bir funksiyalıqdır. Məsələn burada Sən gözlə sağlar ki, sən override eləməmisən. Orada başqa şey yazır, burada başqa şey yazır. yes. Çünki baxın burada solda ox heç nə yoxdur. Amma bunu mən bir dənə qaytaranda make sound-da bas solda ox yaranır. Ox nə deməkdir? Anar bunu bas, mən sənə göstərəcəm hardan gəlib gətirirsən. Basıram. Üstünə basıram. Deyir buradan gətirirsən-miş. Animaldan gətirirsən-miş. Kətin içindəkini make sound. Okay. Yəni ona görə bunu götürüb eynən gətirib burada yazsam, olur nə? Eyni şey. Tamam. Məsələn, make sound yazsam, deyəcək anar make sound deyə yuxarıda bir şey yoxdur. Orada mən görmürəm axı şey. Mən deyirəm yox, sən səhv edirsən, var. Gələcək bura hə deyir var imiş. Onda da bu part deyəcək. Deyəcək make sound yoxdur axı. Deyirəm oji belədir. Make sound yazdım. Gördünüz? Yəni type saving deyirlər buna. Yazılış tərzini qorumaq deyirlər buna. Tamam. Make sound. Override məntiqini başa düşdünüz? Ki tam olaraq nə işimizə yarayır override. Okay. Mən bu səbəbdə məsələn sual verə bilərlər rahatlıqla ki, yəni override yazıram da okey. Override məntiqi nədir? Zaten adam sual verə bilər haqqında ki, override yəni yazmasan da zaten bu işləyir deyir ki, oradan gətirirsən. Override mən nəyə görə yazdım? Okay mi? Okay. Yəqin ki, başa düşdünüzsə dog da eyni məntiqlə işləyir. Animal dog bərabər new dog. Düzdür? So, içində yenə dog.make sound versəm, nə baş verəcək? Run etsəm, yəni run edib baxaq. Bir yazılış sintaktik cəhətdən yəni belə qəbul edilir. Belə. Tamam. Hə, tamam. Tam belə qəbul edilir. Doğru daha belə şey qalır. Elə belə yazılsa daha yaxşıdır. Necə yəni? Məsələn, obyekt yarada bir var ki, təxsisat özünə ait yazılsan, Yes, yes. Məsələn, bunu bir dəqiqə əlimə verdim, o yaza bilərdim. Amma mən polimorfizm dərsi keçəndə maskirovka dərsi onu tutacaqsın. Məsələn, mən belə əvvəli də məsələn, okey, belə. hansı sintaktik cəhətdən daha şey qəbul Bu. Bu. Type saving-dir. Çünki sən bu dəqiqə animal cat-ə hal-hazırda götürüb bunu da mənimsədə bilirsən, bunu da mənimsədə bilirsən. Bunu kökdə saxlayırsan mütləq. Bu mənası nə oldu? Sən zaten bunun içinə vuranda artıq cat-in make sound da görə bilirsən, amma üstəlik də animalın öz içində görə bilirsən. Məsələn, gəl bir dənə şey göstərim. Bu məntiqin tutulma sintaktik yazılmasında hansı yazılır? Bu yazılış. Bu polimorfizmdir. Polimorfizm dərsini göstərəcəm ki, tam olaraq bunun sizə faydası nədir. Çünki bir dəqiqə düşünə bilərsiniz, da okey, yəni belə yazanda işləyir də. Amma elə deyil. Çünki məqsəd nədir ora deyim, çox sadə. Bu var da düzdür, mən belə yazdım. Düzdürmü? Yazdım. Sərsi gün elə bir məqam ola bilər ki, mən bunu başqa adla göndərim, başqa metodun içinə. Məndən başqa adla gözləsin. O deyəcək, mən cat gözləmirəm, sən mənə
başqa klass gözləmirsə, mənə cat göndərmirsən. Mən ona əvvəldən qarantiya alıram ki, yox, mənim klassım budur. Yəni, o qapaqda görürkən annual deyər içəri, amma içəri girib başlayanda görür ki, cat məntiq işləyir. Bir klası daha əsas götürülür, o bunlar. Bu əsas götürülür, bunun alt klassıdır. Onun subscriber klasslar deyirlər. Yəni ondan subscriber. Design patternindəki subscriber məntiqidir. Hava proqnozu məsələn elə işləyir hal-hazırda. Aynen podcast'ın gelip kategoride yani. Hə, annual qapağını açıb cati görür içində. Okay. Baxaq. Dəqiqə toparlayım. Hardan girmişdim? Deyən. Hə, make sound. Bax, bunları silirəm. Birini sildim bəsdir. Bura make sound yazdım. Ümumi heyvanlara məxsus bir səs. Bu isə bir dənə bir şeyə məxsus olan bir səsdir. Mən bura make sound-u verdim. Bax, bu yazdığım hal-hazırda bu yazdığım eyni adı götürürəm. Çünki override məntiqi nədir? Eyni bir şey əzməyə çalışmaq. Adı götürdüm, atdım aşağı. Bunu da içən yazıram ki, bu pişiyə məxsus olduğu üçün yazıram ki, burada pişiyin səsi. Pişiyin səsi. Okay. Düzdür. Anladınız tam olaraq. Tamam. Bir də düşürəm aşağı. Override məntiqi burada ona görə gəlir ki, override üstünə yazanda əmin edirsən ki, həqiqətən də mənim bu metodum hansısa bir metodu əzir. Hansı metodu əzir? Basıram bura, hə, bunu əzirmiş. Çünki səhərsi gün bizim sexə it də gələ bilər, pişik də gələ bilər, hər heyvan gələ bilər. İki məsələ. Mən onu qəbul etməyi bacarmalıyam, düzdür? Mən də onu necə qəbul etməyi bacarıram? Belə. Make sound vermirəm, so. Bir dənə make sound-u itə verərəm, bir dənəsini doqa verərəm. Çünki bu həm doqun həm səsi ümumi heyvanların səsinin daxildir, həm də doqun səsi öz səsinə aid edilir də, barking. Ona görə də mən nə etdim? Əlavə spesifikləşdirdim. Aydındır. Bir də bunun əsas mənası type saving. Enam dərsi keçəcək, orada da izah edəcəm. Type saving. Yəni mən səhvən gəlib burada atıram, səhvən birdən bura sound 2-dən düşsəydi, bu avtomatik mənə biləcək, ana xəbərin olsun, belə bir şey əzmirsən, bildiriş verir. Yazılışı qorumaq kimi bir şeydir. Yes. Type saving yazılışı qorumaq. Yazılışı qorumaq. Əla. Yazıcı qorumaq. Süper. Bitdi. Burası okeydirmi? Okey deyil. Nəyə görə okey deyil deyə baxaram. Make sound. Bu da okeydir. Burada suallar var mənə. Okey. Qayıdıram. Dokumentasiya. Bu dog okey. Bir dənə də sizə göstərmək istədiyim nədir? Final keyword var bizdə. Hansı ki o, bir də deyəcəm o nəyə görə istifadə olunur. Məsələn, final constant value olsun, final string constant value olsun. Nə deyək buna? Məsələn, int verək ki, rəqəm olsun, praktik olaraq görək biz onu. 3.14 double verəcəm. Double. Yəni bu deyə pi dəyərimizdir da bizim. Double. Pi dəyərimiz, hansı ki dəyişməyən bir dəyər, düzdür? Final demək ümumiyyətcə. Yəni burada bitdi. Olay burada qurtardı. Kimsə gəlib bunu dəyişə bilərmi? Yox. Məsələn, mən düşürəm, bura deyirəm ki, yox, constant value, sən səhv bilirsən, 3.15-dir. İcazə vermir. Nə deyir icazə verməyəndə? İcazə verməyəndə bir dənə yaxınlaşdırmış qanunçu özü deyəcək sizə. Deyir, cannot assign a value to final variable, constant value. Deyirsən, bir dənə dəyəri, konstant olan bir dəyəri mənimsədəməzsən, final'a mənimsədəməzsən. Çünki zaten bu bitiş nöqtəsi, orada bitir və olay. Mənası fərqi nədir? Yəni, zaten mən buraya yazsaydım int, number bərabərdir 12, amma düşüb aşağıda number dəyişməyə çalışsaydım, number dəyişə bilərdim, number, yox, indi deyirəm ki, 20-dir. Deyir, okey, 20-dir, tamam, olsun 20. Düzdür, xəta vermədi. Amma final o demək ki, final nə vaxt istifadə edirsiniz? Sensitive case'lər var. Məsələn, atıram, müştərinin fin kodu var. Müştərinin fin kodu bir dəfə olur şəxsiyyətində dəyişilir. Nə edir? Final double fin kod. Get indi bu fin kodda işlət. String orada fin kod, düzdürmü? Məsələn, AA, D12, kılım, belə bir şey olur da. Yəni, sən bu fin kodu dəyişməyə çalışsan, adam deyir ki, niyə çalışsan? Yəni, şəxsiyyətin bir dənə fin kodu var, icazə vermir. Okey, yaxşı string gözləyir deyək ki, tamam. Stringi dəyişməyə çalışıram, icazə vermir, deyir olmaz. Okey. Sual var buradan. Bir də, mən nəyin tərəfdarıyam? Detallarla baxıb anlamağın yox. Mən tərəfdarım böyüdən baxıb anlamaq. Final məsələ mənası nə oldu? Data bir dəyişməz bir konstant edir, hansı bir şey. Daha qoruma altına alır ki, yəni bu data tipi sən dəyişə bilməzsən. Nə qoyursansa, o digər klassa da bu cür tanıyacaqlar. Yes, indi bir dənə sual verim də, yaxşı. Final
Metodun fərqi nədir? Yaxşı, bir dənə başqa sual verəcəm Burada sizə. metodun içində Override dəyişməyəcəm. Aha. Override olması bax. Cat nə edir? Make sound. Əzirəm bunu, əzirəm. İcazə vermişəm axı əzirəm. Çünki bu nədir bu dəqiqə? Public make sound, hə, əz. Düzdür? Deyirəm əzə bilərsən. Final demək ki, bu dediyim son nöqtədir. Sən bunun heç nə toxuna bilməzsən. Untouchable. Final verəndə avtomatik baxın kətə. Deyir yox ana, orada final veriblər. Sənin icazən yoxdur nəyisə dəyişməyə. Ona tabe olmalısan. Ancaq onu çağıra bilərsən. Başqa heç nə edə bilməzsən. Aydın oldu? İndi sən ancaq onu çağırıb istifadə edə bilərsən. Bitdi. Ona görə baxın final hara verdimsə, elə bil ki o metodun, o variable'ın, o dəyərin belini qırırsınız da. Bir dənə də son sual. Yaxşı, klassın özünə final versəm nə olar? Class, final class. Şey olmuyor, extend olmuyor. Yəni bir fikirləşin də, metodun özünün hansı xüsusiyyəti var idi? Başqa metod əzə bilirdi. Final verdim, artıq onu heç kim əzmir. Final olanda bir şeyler olmuyor. Ama Bir şeylər olmur. Bundan kimsə istifadə edə bilmir. Hə. Metodu final elədim. Rənxan, Şəkildə istifadə edir. nə istəyirdiniz? Nə istəyirsiniz? Ha, okey. Tamam. Make sound final verdimsə, make sound nə edir? Heç kim onu istifadə edə bilməz. Klassa final verəndə, yaxşı okey, deyək ki, bunu düzəltdik. Hə, bunu düzəltdik, işlədi. İşlədi. Amma bir dənə sizə sual verim də məntiqli. Onu göstərəndən sonra verəcəm. Yaxşı, finalı klassa verdim. Extendin belini qırdım birbaşa. Mənim sualım odur ki, nə vaxt klassa verərəm, nə vaxt da metoda verərəm. Məntiqlə. Yani metoda o andaki bir şeyden değişmeye ihtiyaç yoktur. Mesela için kuş sesi diye de random atıran prosesler bir şeyin zaten maşının getməyi mesela. Maşın getməyi zaten değişmedi. Engi ondan gelir. Mesela onda klası daha var. Yani bir şeyi, animalı bir şeye tabi eləmək değil de zaten ana olur. Yani onu extend etmeye ihtiyaç yoktur. Okey. Bu arada bir dənə sual, hamı başa düşdü? Mən cavab başa düşmədim. Bəli, başa sağ. Çünki mən də çətin başa düşdüm. Yo, izahda problem var demirəm ha. İzah düz izahdır. Sadəcə İzah eləməkdə problem var. yo, izah düzdür. Sadəcə izah biraz advanced izahdır da. Bildin nə istəyirəm? Biraz da ki rahat izah deyil deməli, sadə izah deyil. Yəni bunu başa düşmək üçün gərək yenidən biləsən. Başa düşdün? Evet. İndi klassı final etməklə metod final etməyin fərqi nədir? Hamıya sual verirəm, Turaldan başqa. Maraqlıdır. Məsələn, metodu belə deyək, üstünlüyə hesablama olan o hesablamalar ancaq o cür aparmaq istəyir. O metoddan istifadə onu final qoymaq olar ki, bu ancaq bu cür hesablanmalıdır. Belə qoyub da dəyərlər hansı bir rəqəm dəyişmək istəməyəndə, klasslarda o klassın içində ümumi qarışıq olaraq final qoyanda metodda dəyərlər içindəki hamısı final olur deyə klassın elə bir şey belə deyil. Nə var istifadə olunub birbaşa özü sağlayır ki, bu heç nə daxil olmasın. Necə başa düşdünüz bəs? Daha da qarışdırır. Dadı qarışdı. Yəni finalda. Nə olanda yəni heç nə olur ki, dolur qalır, blok şəklində dolur qalır. Bir də əməliyyat həyata keçirməsən də başqa bir türlü extend edə bilmərsən, dəyişənlər verə bilmərsən sonra. Tamam, bir dənə. Ha, buyur, sən izah et. Klasslar məsəl üçün, mən başa düşdüyüm kimi deyəcəm. Klasslar məsəl üçün, bütün klassa aid olan hissəni, animala aid olan hissəni şey deyil, yəni qəbul eləməkdə, yəni bu hamısı əsasdır bunlara. Amma hansı ki, məsəl üçün make sound'a versək, məsəl üçün sırf bunun üstünlüyü. Tural deməmin səbəbi sən nə idi? Elə deməyəndə, məsələn, bəzi yoldaşlar ərini icra eləmək. Elə deyən sonra hamısı deyəcək, mən başa düşdüm. Sübut etməyə çalışır özünü. Başa düşdün işte. Ya ben mesela bir şey başa düşürüm, başkasına izah edə bilmirəm. Ona görə müəllim olmaqdan vazgeçmişəm. Okey. Biraz çay içində bir yerdə danışarıq hamısı. Deməli tema nədir? Əslində hamı düz deyir bu arada. Bunu Lord ilə desək, elə bir ki, mənim bir dənə qapım, evim var. Evin bir çöldən qapısını zamanlayırsan. Zaten evin heç bir otağına girəməzsən, çünki çölü bağlamışam. Mən bu dəqiqə evin qapısını bağlamışam. Sən nəinki mənim hansısa bir otaqlarımdan birinə, sən ümumiyyətlə mənim evimə girəməzsən. Amma bir dəfə mən deyirəm, yaxşı, evə girə bilərsən. Amma mənim otağımla işin yoxdur, təzə yığışdırmışam, onunla işin yoxdur. Mənim otağım budur. Evə girdi, okey. Amma hər yerdə işlətdi. Bir də mənim otağıma girəmir. Çünki bağlıdır. Bu. Okay. Final bundan başqa işin deyil bu arada. Bitdi final. Aydın oldu final. Onu da. Wi-Fi-imizə də desən final yazmışsınız, heç kim daxil edə bilmirəm. Qırmaq çalışsan yoxsa? Aynen işte. Final sildim axı indi buradan deyən.
Sildim onu. Super. Okey. Bir dənə də qaldı bizdə. Bunları zaten Super istəsin biraz. superi də izah edəcəm. Superdəki burada necə bir example var. Baxaq görək. Animal string verir. Okey. Normal rahat moda keçindən. Otur işləmizə. Daha rahat oldu başına. Rahat oldu. Şey. Hə, superdə bizdə nə var? Bir dənə animal var, dogum var. Super constructor example var, okey. Ad verdi, konstruktor yaratdı, ora ad ötürdü, bla bla bla. Buradan, oradan, gəlir buradan, düşür oradan, şey. Və burada biz nə edirik? Daha bunu qarışdırmayaq da, hər şeyi sizə hələ ki bağlayıram. Test yaradıram. Okey mi? Okey. Verirəm bura. İroniya olsun deyə qarışmasın deyə beyninizə eyni klasslarına gedəcəm. Animal, public, string, name. Düzdürmü? Adım var. Varmı? Var. Bir də düşürəm aşağı, bir də nə edirəm? Public, animal, bir də konstruktor yaratdım. Name, götürən konstruktor. Bu nə edir təbii ki? This nöqtə name-i, yəni müştəridən gələn adı verir heyvanın adına. Okey mi? Baxın, müştəridən gələn adı verir heyvanın adına. Bir dənə də konstruktorun içində bir dənə dəyər çağıraq. Hansı ki, əmin olaq. Gəl bir dənə sizə bir bazı professional bir şeylər göstərim. Log məntiqi var Java-da, yəni log. Log nə idi mən demişdim? Log odur ki, məsələn, appdə böyük problem var, 10 sətr. Düzdür, log atanda məsələn, atıram bir dənə sətirdən şübhələnirsən. Onun altına log atırsan ki, ora çatanda bildin ki, ora qədər işləyirmiş. Ondan sonraya baxaq. İndi mən bu dəqiqə əmin olmaq istəyirəm ki, konstruktoru mənim göndərdiyim o run'ı basanda main-də əmin olum ki, bura gəldi, çatdı da, düzdürmü? Ona görə bura nə edirəm? Öz aləmindən log atıram ki, konstruktor çağırıldı. Düzdürmü? Deməli bu mesajı mən aşağıda görsəm əmin olacağam ki, həqiqətən konstruktor işlədir. Razıyıqmı? Düşürəm aşağı. Bir dənə də Fox. Ülke adında klassım var. Bu nə edir? İndi super izah edəcəm. Yes. Bir dənə də Fox'um var. Fox nə edir? Extend edir animal-dan. Çünki Fox bir nədir? Animal-dır. Düşürəm bura. Deyirəm ki, nə edir? Extend animal. Extend edəndə animal deyəndə avtomatik məndən nə istəyir? Default constructor variable. Bir dənə bassac bunu avtomatik özü yaradır. Amma mən deyirəm ki, o yaratmasın. Mən yaradacağam. Düşürəm aşağı. Mən burada nəyim var? Konstruktorum var, düzdür, sadə. Konstruktorum var. İndi mən gəlirəm bura. Public, konstruktor yaradıram. Public, Fox. Düzdürmü? Tülkü nəyi var normal olaraq? Hər tülkünün olduğu kimi adı. Name. Şö. İndi burada bir dənə məntiq var. Baxın, bir dənə bunu birləşdirsəz connectionları, bu olay bitdi, bu dərs bitmiş ola bilər. Public string name yazdım, düzdürmü bu? Mən niyə animal-da yazdım, Rəna xanım? Niyə name animal-da yazdım? Çünki hamısına məxsusdur ad. Hə, əla. İndi Fox'un içində deməli burada mən name yazmağımın bir adı varmı, mənası varmı? Çünki zaten orada yazmışam. Amma bəs bura gələn name mən ötürməliyəm axı yuxarı. Düzdür, necə ötürürəm? Super. Super nə deməkdir? Məsələn, ana klass. Məsələn, mən bu dəqiqə buyam, sub klassam, alt klassam. Bu da mənim superimdir, üstümdə. Yəni mənim daha super versiyamdır, belə başa düşün. Ona görə mən buraya yazanda ki, super. Deyirəm ki, anar, sənin gələn adı neyimi? Göndər hara? Superə. Animalın içinə göndər. Disin o birisi göstərsin. Disəm. Dis mənəm. Mən disəm. Superdə Valideynimdir. Yes. Bu disdir, amma bu da superdir. Superə göndərdim adı burada. Göndərdim, vəsə. Və daha sonra gəlirəm bura, bir dənə də log atıram bura, əmin olum ki, bu klassında çağırıldı, işlədi. Fox konstruktor çağırıldı. Okey mi? Sual var? Ən axırda gəlib nə edirəm? Dogu yaradıram, içinə bir dənə ad göndərirəm və onu run edirəm. Bir dənə nəyim qaldı? Main klassım qaldı. Main. Enter. Vəsə. İndi burada bir dənə Rəna xanım, can, dəstək olun mənə, nə yazım? Deyin yazım. Mən nə etməyə çalışıram? Bir dənə tülkün obyektini yaradıb ona ad vermək istəyirəm, bitdi. Başqa heç nə etmək istəmirəm. Tülkün adını yaradıb, obyektini yaradıb ad vermək istəyirəm. Nə yazım? Bora. Baxın, example. Example. Tülkün obyektini necə yaradım? Ad verin buna. Random tülkü. Vəsə. Okey. Aydın oldu.
İndi run etsəm burada hər şey okeydir. Çıxır hər şey ekran. Ekrana çıxacaq nəsə. Şot çevir. Okey. Hardan bildik çıxmayacaq? Ən sadə misal nədir burada UI-da görürük. Bu. Mesela String verir. Nədir? Is never used. Adi sadə göstərir UI-dəki istifadə etməmişsiniz. Yağmurda sönüyor. Yox, yanmır. Adi, yox, ən sadə deyirəm bu UI-dan. Fokusa qayıdırlar. Fokus. Burada həmən momentdə süperi də çağıracaq. Çağırdı. Yox, biz bir dənə bunu çağırdıq. Düşürəm aşağıya. Focus nöqtə name verdim. Bir dənə də başa düşülsün deyə tülkünün adı verək. Belə focus nöqtə name. Mən nə baş verdi? Tülküyə ad verdim. Ad verdim, burada verdim. Və daha sonra düşürəm verdiyim adı çağırıram. Deyirəm ki, okey, indi verdiyim adı mənə qaytar. Ad ya bura düşüb axı. İndi bir dənə run edeyim, sonra izah step göstərəcəm. Tak, açdım bura. Tülkünün adı random tülkü. Düzdürmü? Tülkünün adı buradan götürdü, random tülkündəki buradan götürdü. İndi məntiqlə baxaq. Neynədim? Tülkünün obyektini yaratdım. Obyektin içinə nə göndərdim? Random tülkü. Girək obyektin, baxaq görək hara göndərirəm. Hoppa, gəldim bura. Deməli random tülkü bura gəldi, düşdü, düzdürmü? Düzdür. Buradan sonra nə baş verdi? Resko həmin random tülkünün adını götürdü, hara atdı? Superin içinə atdı. Super nədir? Yuxarı. Götürdü adı, atdı dərhal yuxarı, animalın içindəki konstruktora. Elə bil ki, şey oldu da, futbolda 3 nəfər var, paslaşa qapıya qol oldu. Mən idim, ötürdüm digər yoldaşa, hop, ötürdüm buna. Bunu ötürən kim? Bu da hop tulladı yuxarı klasa. O da tulladı yuxarı, oldu bu. İndi bunu gəlin debugla try edeyim, görüm, debugla keçirim. Necə 2 dənə olsa? o vera olacaq. O vera yani mesela bir tane dog olsa. Okey, ehtiyac olmayacaq. Bu konstruktordur axı. Siz 2 tane olacaq. Burada hal-hazırda. Yox, dog olsa zaten bu animal gedir axı. Bir dənə animal qalar. Animal səndə heç vaxt dəyişmir. Superdə ikisini də animal'a atırdı. Yes. Bu heç vaxt dəyişmir. Dog oldu, cat oldu, bir dənə bura artır. Yazarsan bura yeni dog. Amma gəlib öncə buradan şey deyəcək. Extend deyir. Super falan. Yes. Yəni dog yaratdın, dogun içində yenə burada nə görürsənsə, bir dənə fokusu dəyiş dog elə, heç nə dəyişmir. Bir də əlavə məsələn fit qoysa, zis özündən götürür, Aha. içində superdən götürür. Məsələn, buna fokusa biz yuxarıda bir nə bilim bir hansı bir xüsusiyyət versək, Aha. superin üstündə bir dənə zis yazılır ki, bunu özündəki hansı superdən götürür. Aha. Geri qalanını superdən götürür. Fokusa bir xüsusiyyət versən, yes, onu bunun içində yazarsan, birbaşa buradan gəlib onu çağırarsan və sən focus nöqtə verəndə fikir verərsən ki, öz xüsusiyyəti qalan hərflərlə yazılıb. Amma yep hardansa çağırdığı neymi daha nazik hərflərlə yazılıb. Onu gəlməyən sadə misaldan göstərim. Bax, real-a gəlirəm, main-ə gəlirəm. Düzdürmü? Düşürəm aşağı. Bax, bir dənə sadə misal. Cat bərabərdir new cat. Yaratdım, hə. Mən burada yazsam cat nöqtə. Baxın, it-dir, nazik hərflərlə yazılıb. Name nazikdir, bir dənə mew qalın hərflərlə yazılıb, meow. Fikir verirsiniz? Bu nazik şriftdir, bir dənə bu qalındır. Niyə qalındır? Çünki meow birbaşa nazik öz içində olandır. Hə. Bax, burada məsələn gəldin, cat.meow basanda, meow, cat nöqtə verəndə, imini meow qalın hərflərlə yazılıb. Bu mənası o deməkdir ki, çünki meow birbaşa elə catin özünə məxsus bir şeydir. Amma o birlər nazikdir, çünki o birlər animalda olan şeylərdir. Eat, sleep. Razısınız? İndi eyni şeyi mən doga versəm, dogda meow nazik görsənəcək, bark qalın görsənəcək. Dog, dog nöqtə verəndə dogda bark qalın oldu. Amma dogda meow nazikdir. Heç dogda meow yoxdur. Niyə olsun bu arada? Dogda bark nazik, qalındır daha doğrusu. Bir də nə qalındır dogda? Make sound. Bark və make sound. Niyə? Çünki doga gəlib çıxsam, dogda bark var, bir də make sound var. Ona görə də hər ikisi qalındır. Çünki bunlarda biz extend edilmiş konstruktor istəməməyi mənasını qaçırdığımız. hə, qaçdı nəyə görə? Çünki mən burada hal-hazırda konstruktor yaratmışam mənim onun içində. Yaratmışam. Yox. O birisində yaranmışdı ondan sonra. O birisində manual əlimlə məcbur birbaşa yaratmışdı onu. özü dolu konstruktor yaratdım.
Mən bura bunu yaratmasaydım, boş konstruktor versəydim, sənin dediyin problemləri ekstremdə yaşamayasıydıq. Orası bunu sonradan buradan yarattı. Yox. Belə. Aydın oldu? Bu hissəsi də belə idi. Mən super göstərdim də. Ha, debug eləyirdim mən. Tak, hardaydım Allah. Hadi dəqiqə. Hər şey ləğv edirəm. Main, Fox, Animal. Baxın, rəxam debug demişsə, yəni bunun üzərinə bir dənə debug aparaq bir yerdə. Hamısı. Tak. Tural, debug nə yerdədir səndə bəs? Debug aktiv istifadə edirsən? Aram var ümumiyyətcə debugdan. Rahat istifadə edə bilirsən? Okay. Debug, mən şəxsən hər gün, hər Allahın günü debug işlədirəm. Çünki bir günə tapacağım bir şeyi bir saatda tapmağına kömək edir. İki cürdür zaten. El adam var debug işlədir, el adam var SL4 deyilən bir kitabxana var, log.info ilə yazır. Hər cür yanaşan var. Amma mən rahatı debugdur. Tak. Baxın, nə elədim mən? Bütün hər yerə debug qoydum. Burada qoydum. Bir də run edəyək bir yerdə. Hop, run edirəm. Debuga düşəcəyini ümid edirəm. Burada düşmürdü. Hadi debug eləmədim. Debug edirəm. App qalxsın. Hə. Və düşdüm bura. Baxın, rəxam. Yuxunuz gəlir. Nə elədim? Fox yaratdım. Düzdür? Və aşağı düşürəm, hələ ki heç nə düşməyib. Bir dənə də basıram bu yaşılı. Hop, düşdüm ikinci sətrə. Daha doğrusu gəldim hara? Superə. Superə niyə gəldim? Çünki, bir də mən sizə izah edeyim. Mən nəyə görə buradan sonra bura yox da, risk gəldim, bura düşdüm. Niyə? Çünki obyekt yaradılırsa onun konstruktoruna əsasən Dərhal yaranır, hə. Çünki obyekt yarananda dərhal onun konstruktoru yaranır. Çünki risk bura girir, girdi bura. Neyimi nə kimi gördüm məndə? Bax, bu dəqiqə göstərir özü. Random tülkü kimi görür. Düzdür? Çünki niyə mən burada random tülkü göndərmişəm? Okay. Neyimi random tülkü kimi görür. Bir dənə də basıram. İndi hara gedəcək? Aşağı düşəcək, yoxsa o bir klasa gedəcək sizcə? Yes. Çünki superə gedir. Bura nə deyir? Hə, deyir anarba random name tülküyə vermisən. Name'i vermisən random tülkünü. Okay. Bir dənə də basanda nə edir? Düşür bura. Konstruktor deyir çağırıldı. Mən hal-hazırda əminəm ki, həqiqətən də bu göy xətt gəlib bura düşdüsə, deməli mənim konstruktorumun o sərhədinə gəlib çata bildim. Razıyıq? Mən gəlib kodumda success olaraq 9-cu sətrin içinə girə bilmişəm. Bir dənə bassam hara gedirəm? Main'ə yoxsa Fox'a? Hara gedirəm? Bura yoxsa bura? Fox'da qalıb bir şey. Hə? Fox o sətirdən 5-ci sətirdən başlayaraq sona qədər çatdı. Okay. Ona qədər çatdı. Qaldı bir 6-cı sətir. Bir dənə bu qaldı. Başqa heç nə qalmadı. Bastım onu, gəldi Fox'un içinə girdi. Çünki Fox'un burasını superə tullandırdım axı mən. Yes. İndi burada sizə bir dənə yüngül misal deyim. Stack demişdim, yadınıza gəlir. Stack nə idi? Hamısını atıram. Ən aşağıdakını istəyirəmsə ən üstdəkiləri açmalıyam. Bu nə idi? Hamısını atdı. Sonra ən aşağıdan başlayıb çıxartmağa bilir. Yəni belə getdim yerə yığışdıra qayıtmalıyam ki, üstə təzədən çata bilim. O məntiq. İndi bunu basanda görürsüz bir kod səni göstərir ki, həqiqətən də anlarsan, burada gəlib girə bildin. Bir dənə də basanda gəlib hara girir? Bura girirsə. Mən nəyə əmin oldum? Həqiqətən mənim bax, tülkünün üstünə gətirəndə, saxlayanda göstərir. Tülkünün adı random tülkü. Burada gəlsəz obyektin birbaşa hash kodunu göstərir. Burada gəlsəz obyektin name'ini, detallara girməyə ehtiyac yoxdur, name'ini göstərir, bəs edir. Gördünüz, bax detalları yazır. Fox.name deyir, açqı taxmışam linza. Mən sənə dedim, gələcəyi görürəm. Fox.name bərabərdir tülkü, random tülkü. Debug. Okay. Debug'ın indi mənası tam olaraq nə oldu Kənan? Debug'ın bizə rolu nə olur köməyi? Hə. Şeydə yəni. Yəni şübhələndiğimiz yerdə xəta varsa ki, daha doğrusu onu tapmalıyıq. Yəni icra yolunu göstərir də. Kodun artıqda icra olunur. hansı yollardan, hansı mərhələlərdən keçdiyini vizual olaraq görməyə çalışır. İndi
Kiçik yaşanı. Debaqda əsas problem yəni məsələn bu elektroniklər var, yəni ki, hansı stil, oyun hansı, onlar biraz Daha çok bu arada esas proje istifadə edirəm. Sat deyəcəm. Şöyle. Orada Bir dəqiqə tapacağım. Bir dənə case yaratmağa çalışıram. Qarışıq bir şey istəyirəm edeyim. Okay də tamam səndə. konstruktördə da Mapstra keçsəydik, Mapstra-dan izah edərdim. Heyf. Okay də burada verək, nə verək? Yəni, heç kimi xətrinə dəyməmək. hə. Tilkinin adı, bla 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 bla. Amma bir bazı qarışdırmağa çalış. Zaten onu vermək istəmirəm. Qarışdırmağa çalışıram hal-hazırda. Yəni. Hə, şu əlatı qarışdırdım, tapın indi Kənan. Sənin üçün qarışdırdım bunu. Bunu sənin üçün qarışdırdım. Sən debug'ı izah etdin. Düzdür. Dedin ki, mən başa düşdüm ki, debug problemi tapmaq üçündür. Bu hal-hazırda kodda problem var. Nədir? Mən tülküyə ad vermişəm random tülkü. Bu adı nə vermişəm? Neyimi? Random tülkü, düzdür? Razısan? Ran edirəm. Neyimi amma deyir ki, tülkünün adına. DFCGVH, amma random tülkü verməlidir. Mən indi debugla bunu necə tapım? Göstər. Stepləri bir-bir deyin. Necə tapım? Əslində debaksızda göstər çarpılır. Debugsız göz çarpı çünki çox sadədir. Amma mən sənə bir dənə case açıram, deyən debugsız deyəcəm tap. Məsələn atıram belə bir app var səndə. Çox qəlizdir də. Yəni 40 dənə içində kod app var. Məsələn bu gəlir bunu çağırır. Ha bu gedir for each çağırır. Yəni sözüm cavabı ki, biz bunun axır klassını mən bir də bunu girib yeni şeylər görə bilirəm də. Bu hara gəldi. İndi onu debug verməsəm, bilə bilərəm? Yox. Yəni biz maksimum cidden hamımız baxmışıq da Selena'ya baxmışıq yəqin ki, uşağa baxdı. Selena bilərək gözümüzə dincə taxıb şkafın altını için görə bilərik də Rəna xanım, düzdür? İndi siz izah edin ki, Kənandan keçdim sizə. Siz izah edin ki, yuxumuz biraz qaçsın. Orada şey verəcək də. Aha, qəşəng. Arxasını gətir. Allah salam versin demirəm. Heç nə demirəm. Sakit ol. Demirəm yox, deməlisən. Deməlisən tez ol da, tamam. Rəxam dəstək olun da Kənana. Qərarsızdır. Hə. Deməli, burada 5 Məqsəd nədir? 5 Səhvi tapın. səhvi Qoyuram. Yaxşı, bax, aha. Bax bunları mən qoyuram. Debug gedən yerdə mənə deyin ki, ana, mən tutdum ki, bu səhv buradan qaynaqlanırmış. Onu istəyirəm. Nəyə basım, nə edeyim? Okay, bu master. Yukarıda kırmızı, solda. Nə edeyim indi? C2 seviyesi var. Burada aşağıda yaşadı. Qəşəng. Bastım. Okay. Bax mən istəyirəm ki, loqo bura baxın. Düzmü gəlib, neyimə random tülkü vermişikmi? Vermişik. Hələ ki düz gedirik. Surname də bunu vermişik, düz gedirik. Bir dənə də basım. Buradan əmin oldunuz onda. Bax bir söz deyim, bu nə vaxt basırsınızsa əmin olmalısınız ki, bura qədər düz işlədi. Basım indi, əminsiz düz işlədiyinə. Kənan? Hardan əminik? Süperdə adımı da nədir, soyadını vermişik. Aha. 60 random şeylər. Əla. Getdim. Gəldim bura. Burada problem harda görürsünüz. This name orada surname olmalı deyildi, name olmalı. Okey, bax bunu kodda gördünüz, razıyam. Amma bunu logda necə görə bilərsiniz? Sırf debug'ın köməyi ilə bunu görməyə çalışım. Çünki çox qəliz case yaradanmıram, o qədər qəliz case bir kod yoxdur ortada. Bax biz run eləyəndə bayaqdan name'ə gətirib bunu yapışdırırdı. Düzdür? Name'ə amma mən şey vermişdim, halbuki random tülkü. Babayı burada göstərir. Name'ə deyir ana, name'ə random tülkü vermirsən. Amma mən deyir başqa iş görürəm. Amma mən deyir bunu vermişəm, bax üstə gətirdim. Sadə belə. Name'ə deyir. Düzəltməliyik. Orada şey verir də, sonra. Yes. Debug'a da baxsaq, debug'a baxsaq hardan görürük onu istəyirəm. Name'ə mən ad verməyə baxmayaraq, name'ə ağzına gələn deyir burada. Name'ni al.
Mən yazmaya baxmayaraq, halbuki mən burada dəyər vermişəm, axı neyimə random türkü var, neyimə random. Burada mənə deyir ki, anar neyimin noldur. Mən deyirəm axı nol deyil, mən vermişəm bura. Amma bir də ayılıram ki, həmişə kodun burasında problem var imiş. Bilmem bu hansı mərhələdə o surname name eləyir öz başına. De burada. Burada mənim səndirsən axı. Surname axı düzdür. Hə? Yanında surname düzdür. Surname düzdür. Zaten problem odur da surname düz olan surname, qarışıq olan adı nə açsın onu. Surname'i name olur. Zaten problem odur da surname qarışıq olan adını götürüb name'e yapışdırır. Yapışdırmır axı name oldu. Ya indi nə oldu lan name? Neyse. Ha, söyle. Çünki belə gözləyirdim. Yes. Bax bu dəqiqə bu neynədir? Deyirəm ana surname-ə də DFCG nəsə vermisən. Name-ə də onu vermisən. Yəni biz burada nə görürük? Ha, bunun biri fərqli olmaydı amma ikisi də eyni şey oldu hazırda. Nulda bayaq niyə dirəmişdim? Görərsiniz ki, name-ə də orada. Yəni surname-ə bayaq dəyər vermişəm, nula da bir şey atmalıydı. Name-ə nul veribsə, deməli orada nəsə bir tərsliklər var. Düzdür? Və debugın ən azı bir nəbzə faydasını burada gördük ki, biz həqiqətən baxana ikisinə də bunu verilmiş. Deməli problem oradaymış. Все. Bir də qayıtdım bura. Yapılmasın. Sizlərlə gelişməni. Şimdi birbaşa real canlı gördüm ki, sonra devir. Okey. Yəni gördünüz bura gələndə artıq içinə basmağa çalışsaz, göstərəcək. Neyimə vermişəm nə qarışıq bir şey. Все. İndi qayıdın onu düzəldim buradan. Все, düzəltdik. Neyimə neyim verdik. Olacaq kodumuz, səliqəli kod. Yani aşağıda hemen düşürleri. Onu aşağı basın da. Ha? Biz surname'i vermeliyiz. Hə, sonra də versək olacaq kodumuz səliqəli bir kod. Okey. Surname'i sormamıştık. Yes. Bura qədər kimdəsə nəsə sual, qaranlıq, anlaşılmayan bir şey var. Yox desəz dərhal task verəcəm. Varsa sual verin. Yoxdur, prosta mən gözlədim ki, konstruktorda sıralı şey sən versin. Niyə verməyim? Necə yəni? String name, string username, surname vermişik, amma dislə onu işarət eləməmişik. Adətən yəni şey. Onda bir dənə sual verin. Tural. Konstruktor tamamlanmır. Yox, bir dənə sual verəcəm. Məsələn, buraya yazacağam string. Sizin məqsədin dəyəri gətirdi, onu bu cür qəbul etmək. Yaxşı, bir dənə sual. Əslində elədir. Bax, Tural deyir, məsələn, bunu buraya yazmamıza xəta verməyə düzdür, Tural? Amma Mən orada şey də yaza bilərəm, zis.name-ilə zero. yəni istəmirsən məsələn. Bildim, amma burada da məsələn mən istəmişəm ki, ana ramon işlətməmişəm. Mənə xəta verə bilər? Yox. Deyər özün bilərsən, işlədəndə verərəm. Bu da eyni məntiqdir. Deyib, gördün, unused verib. Deyək, gəl bura, nəsə çox soruyor. This.surname versən, yapışdırsan, yuxarıdakı surname işığı yanacaq. Deyəcək, okey, indi used oldu. Eyni məntiqdir əslində. Bunu manual olaraq yazmaq olar, zis.name-ilə Zeynal burada yazmaq olar. Bura, təbii ki, yazır. Yəni, nəsə yazır bilərsən. Kodun qırdıq da burada. Bu yerdən bunu qaytardım, bunu nəsə falan şey. Onu biz nə vaxt edirlər, deyim sizə. Bir dəqiqə, Tural, sən deyirən. Mən hansı case-də, məsələn, burada bir dəqiqə this.surname verirəm, dinamik kod çağırır, düzdür? Bəs hansı case-də mən konstant dəyər qaytara bilərəm? Nə vaxt lazım ola bilər səncə? Client-lərlə işləmirsən, Fein client istifadə eləmirsən, düzdür? Səncə nə vaxt lazım ola bilər məntiqlə? ID-lərlə falan. Yox, ID auto-generated zaten. Yox, FinCode da deyil. FinCode zaten bir müştəri dəyişdir. Məsələn, orada bir dənə müştəri gəlsə, amma hər birinə ayrı FinCode verməlisən. Sual tamaları nədir? Sual tam olaraq odur ki, aydınlaşdırıram, mən çətin izah edim. Mən bir layihə götürdüm, işləyirəm. Mənim asılı olduğum klientlər var, Fein klientdə, müştərilər var. Amma müştərinin birinin servisi işləmir. Mən də bir dəqiqə onun servisini çağırmağa çalışıram, burada çağırıram. Amma o işləmir. Ona görə mən bu dəqiqə testlərim getmir. Kodumu run edəmirəm. Çünki o məndən problem deyil, başqa komandanın kodu işləmir. Həmin anda biz nə istifadə edirdik? Except-lər onun kimi şeydir, yəni ki, onun yerinə bunu qaytar. Həmin anda görsənsin deyə, onun kimi şey etəsin. Onun kimi bir şeydir, amma tam olaraq onun adı nədir? Mock data. Mock datadır yəni adı. Mock data bilirsən nədir? Mock odur ki, yəni qeydilmə bir data. Yəni mən plastilin boş verməyəm. O nə deməkdir? Məsələn, atıram da. Gəlirəm bura. Mən bu ətin deyil. Biz bu gün də onu elədim. Çünki hər gün o lazım olur. Mənim bir servisim var. Düzdür. Bu bizim komanda atıram onboarding komandasıdır. Onboarding. Düzdür. Mən burada kodlar yazıram çünki. Mənim kodum bir yerdə gedir. Atlasa gedir. Mənim kodum bir yerdə CMS-ə gedir. Mənim kodum bir yerdə də gedir. Atıram Ubiquo'ya gedir.
Unicode proqramistləri var, CVS proqramisti, Atlas proqramisti. Mən burada işləyirəm, onların servisini işləsəm lazımdır, fake deyib çağırıram, mənə eləyir, respons qaytarır, nəsə qaytarır. Bir gördüm, bunun internində, belə ki, hansı bir senior developer bilmədən səhv edib, işləmir, yəni burada xəta baş verir. Mənada da baş verir, onda mock-data yazıram. Ki, zaten səndən gedən işləmir, mən özümdə mock-data yazıram ki, sanki vizualizasiya edədir, sənə bir şey göndərdi, səndən nəsə gəldi. Yalanı mən özümə dəyə atıram. Məsələn, məndə o case yaşamda bugün, nə var, dünən. Kod yazdım, gördüm sən Atlas var, bizdə komanda. Ən əsas komanda da Atlas. Core. Orada problem var, servisdə işləmir. İşləməyəni mən nə edirəm, Atlas University, onlar request zəng eləsin, kod düzəldim, mən gözləyirəm. 3 günə düzəltdim, adamdır, yəni, evə tez getdi falan. Amma gözləməyə adına mən nə edirəm, dərhal oradan özümdə görüm, Atlas mənə qaytarır, məsələn, int qaytarır, deyib, string sövməyib, bir də int age qaytarır, məsələn, 3 dənə deyək. Girəm onu gəlsin özümdə int neyimi yazıram ki, anar, sövməyimə Əlizadə, age 25. Hardcode mu, manual olaraq düzəldirsən. Manual hardcode edirəm ki, zaten dedim ki, Atlas axırda belə bir şey yapır. Bu 3 dənə dəyər nəşir, zaten Atlas səhərlə aramızda qaytarsan, əldə qaytarsan, privat gəlsin, qaytarsan. Tutacaq məsələn, mock-data. Yəni, developmentin ləngiməsini qarşılamaq üçün biz nə edirik? Mock-data deyilmə, data deyilir. Yəni, sən zaten, məsələn, adətən nə vaxt olur? Frontendlərlə